Dövlət Sosial Müdafiə Fondu heç kəsi geridə qoymamaq naminə inklüziv və ədalətli xidmətlərin göstərilməsi kateqoriyası üzrə hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri təşəbbüsünə görə BMT-nin dövlət xidmətləri mükafatına layiq görülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AYİRB 24-də məlumat verilib ki, Gürcüstanda keçirilən təltif etmə mərasimində mükafat fondun idarə heyətinin sədri Zəhka Mirzəyevə təqdim olunub. Qurum sosial təminat sahəsində həyata keçirdiyi innovativ islahatlara, xüsusilə sosial ödənişlərin proaktiv qaydada təyin olunmasına, rəqəmsal texnologiyalar əsasında qurulan vətəndaş yönümlü xidmət modelinə, sosial xidmətlərin əlçatanlığı, operativliyi və inklüzivliyin artırılması istiqamətində əldə etdiyi mühüm nailiyyətlərə görə mükafata layiq görülüb. Ümumiyyətlə, Dövlət Sosial Müdafiə Fondu ötən müddət ərzində istər inklüzivlik, istər əlçatanlıq istiqamətində rəqəmsal platformalar üzərindən müvafiq inzibati xidmət modelindən vətəndaş yönümlü xidmət modelinə keçid istiqamətində gördüyümüz tədbirlər mütəmadi olaraq beynəlxalq müstəvidə təqdim olunur, təmsil olunur, öyrənilir və beynəlxalq ictimaiyyətin, ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların tədbirləri çərçivəsində bölüşülür.